Yaxşı qardaşlar. Elhamdülillahi Rabbil alemin. Və sallallahu və səlləm alə nəbiyyina Muhammedin və alə alihi və səhbihi əcmain. Allah'a həmd olsun. Onun sonuncu Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləmə Allahın salamı olsun, salavatı olsun. Onun yolunu düzgün şəkildə tutub gedənlərə Allahın salamı olsun. Həm birinci hamımızı Allahın salamı ilə salamlayıram. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Allah'a həmd olsun. Həm əqiq, həm iftar süfrəsidir. Həmçinin mübarək günlərdir. Bir çox xeyirlər cəm olub. Fəzilətli günlərdir. Unutmaq lazımdır ki, aylar öncə arzuladığımız, arzu elədiyimiz bu ay, Ramazan ayı gəlib çıxır və biz hal-hazırda o ayın içindəyik. Rəhmətin, bərəkətin göydən yağış kimi endiyi bir günləri yaşayırıq. Ona görə xeyirli insan, qəflətdə olmayan insan, xeyir istəyən insan bu günlərdən istifadə eləyəndir. Öncəki aylardan, günlərdən fərqli olaraq bu ayda ibadətində, itaətində ictihad eləyən insan müjdələr olsun o kəsə. Yox, Allah qorusun, əgər öncəki aylardan bu ayı fərqləndirməyəcəksənsə, öncəki aylardan keçib getdiyin kimi bu aydan da keçib gedəcəksənsə, bu aydan çıxacaqsan, lakin əli boş çıxacaqsan. Ötənlər yenə səni ötəcək, əli dolu çıxanlar yenə əli dolu çıxacaq. Amma sənə qalan ancaq təəssüflənmək, təəccüblənmək, bu Ramazan necə gəldi, keçdi, heç hiss eləmədim, oradan gəldi, keçdi, buradan gəldi, keçdi deyə günləri ötürəcəksən. Ona görə fürsətli günlərdir, istifadə elə ilə. Yaxşı, insan Ramazanı necə istifadə eləməlidir? Təbii ki, bu ayda ən böyük əməl orucdur. Orucdur, Ramazan orucu tuturuq. Bu həm fərzdir, həmçinin Allah Teala'ya yaxınlaşmaq üçün ən böyük əməllərdəndir. Necə Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, amma oruc, onun heç bir bənzəri yoxdur. Fəzilətdə onu keçən bir əməl yoxdur. Çünki sən gün ərzində itaətdə olursan. Oruc özü özlüyündə bir ibadət olduğu üçün hətta yatsın belə sən ibadətli hesab olursan. Çünki sən orucsan. Sonra qardaşlar, bu ayda təravih namazları var. Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, ən fəzilətli oruç tutan insan odur ki, ən çox zikirləyən olsun. Əgər 2 nəfər oruç tutubsa, onların qazandığı savab, hansı çox zikirləyibsə, həmin günü o daha çox savab qazanır. Ona görə zikirdə keçirmək, orucda insansın. Lakin qardaşlar, bir əməl var ki, bizim qəflətə düşdüyümüz bir əməldir. İstədim ki, onu xatırladım qardaşlarıma, həm özümə. Hansı ki, o əməl müminin silahıdır, müsəlmanın silahıdır. Hansı ki, o əməllə insanlar yüksəlir Allah qatında, uca mərtəbələrə, uca dərəcələrə insan qalxır. O əməllə qalib gələnlər o əməllə qalib gəlir. Məğlub olanlar o əməli tərk elədiyinə görə məğlub olurlar. O da qardaşlar duadır. Dua. Allah Teala Quran-Kərimdə buyurur ki, mənə dua edin, mən də sizin duanızı qəbul edin. Dua, Muhammed sallallahu aleyhi və səlləm buyurur ki, dua ibadətin özüdür. Dua eləmək ibadətdir. Sonra Allah Teala buyurur ki, mənə ibadətdə təkəbbürlü eləyənlər zəlilcəsinə cəhənnəmə girəcəklər. Alimlər deyirlər ki, bu ayədən Allah Teala duanı ibadət adlandırdı. Və həmçinin dua eləməyən insana ən təkəbbürlü insan adlandırdı Allah Teala. Ona görə qardaşlarım, dua müminin silahıdır. Hətta Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, sizdən biri ən kiçik bir ehtiyacın belə Allah'tan istəsin. Sahabələr deyirlər ki, biz yeməyimizin duzun belə Allah'tan istəyirdik. Lakin bizim unuttuğumuz bir məsələ var. Hər hansısa bir çətinliyə düşəndə, başımıza bir müsibət gələndə ilk öncə bizim beynimizə, zehnimizə gələn insanlar olur. Kimə zəng eləyim, kimə deyim mən bu işimi düzəltsin, qoşsun. Başlayırıq insanlara. Lakin insan əsl qapı döyüləcək yeri, əsl istəniləcək yeri insan unudur. O da Allah Teala'dır. Ən birinci Allah Teala eləməlisən, ən birinci Allah'a getməlisən. Allah'a dua eləməlisən. Elə bir Allah ki, sənin üçün dua eləməyə vaxt qoymayıb. Elə bir Allah ki, sənin üçün ikinci bir insana ehtiyac yoxdur, gedəsən onun yanına. Vallahi, ariflər deyirdilər ki, insandan istəmək rəzalətdir, versən minnətdir. Amma Allah'tan istəmək, bu ibadətdir Allah'tan istəmək. Versə, əlhəmdülillah nemətdir. Verməsə hikmətdir. Fikir ver. Ona görə qardaşlarım, hərdən
hərdən biz ünvanı səhv salırıq, hərdən biz ünvanı unuduruq. Fikir ver, bəzən insanın hər hansısa bir ehtiyacından ötürü hansısa bir müdirin yanına getməsi lazım olur. Nə bilim, hansısa bir başçının yanına getməsi lazım olur. Nə bilim, iş istəyir, nə bilim, uşağı üçün nəsə istəyir, vəzifə istəyir, özü üçün və s. Görürsən ki, qabağıcıdan neçə aylar öncə zəng eləyir, utana-utana, üzün, gözün elə hala salır ki, yazıq vəziyyətində. Zəng eləyir, heç özü götürmür. Yanında onun işçisi götürür, deyir ki, 2 aydan sonra falan vaxtı gələrsən. 2 aydan sonra gedirsən, qapını döyürsən, birinci qapı. Keçirsən, ikinci qapı. Müdürün köməkçisi. O da deyir ki, gözlə yarım saatdan sonra müdür məşğuldur. Axırda müdür gətirir, səni çağırır, sonra başı aşağı vəziyyətdə, yazıq vəziyyətdə gedirsən, bükülürsən qabağındakı məni işə götür. O da deyir ki, get, boşluq olanda səni çağıracaq. Amma qardaşlarım, ünvana bax, sən elə bir Rəbbin qulusan ki, o deyib ki, əgər insan Allah Teala əlini açıb dua eləsə, kərim olan Allah Teala utanır o insanın əlini boş qaytarmağa. Gör, biz nəyi unutmuşuq qardaşlar? Allaha sarılmağı, ona dua eləməyi, ona yalvarmağı unutmuşuq. Və həmçinin qardaşlar, Allah Teala sevinir biz dua eləyəndə. Necə Muhammed sallallahu aleyhi ve sellem buyurur ki, sizdən bir nəfər səhrada gedir, uzun bir səfərdədir. Dəvəsinin üzərində onun yeməyi, içməyi, bütün əzuqəsi, hər şey dəvəsinin üstündədir. Gedir və sonra istirahət eləmək istəyəndə dəvəsi qaçır. Bütün yeməyi, içməyi, hər şey gedir. Və o axtarır, dəvəsini tapa bilmir. Sonra çəkilir bir kənara, oturur ölümün gözləyir. Səhranın ortası nə sağ bilir, nə sol bilir qalacaq, getməyə bir yeri yox. Və onu yuxu tutur. Bir müddət sonra ayılır, ayılanda görür ki, dəvəsi başının üstündədir. Elə insan necə sevinər qardaşlar? Muhammed sallallahu aleyhi ve sellem bunu misal çəkir. Deyir ki, o insan necə sevinər? Bax, sizin Rəbbi siz dua eləyəndə o cür sevinir. Ondan daha şiddətli dərəcədə sevinir. Gör, bizim necə kərim olan Rəbbimiz var. Vallahi. Həmçinin qardaşlarım, vallahi uzalanlar duanla uzalıb. Sahabələr, necə ola bilərdi ki, sahabələr 300 nəfər, 3000 nəfərə özlərindən 10 dəfə çox olana qalib gəlirdilər. Duanla qalib gəlirdilər. Ona görə qardaşlarım, bu ibadəti heç vaxt unutmamaq, xüsusən Ramazanda, bağışlanmaq ayında. Həmçinin qardaşlar, dua insanı Allah Teala'ya yaxınlaşdıran bir əməldir. Duanla insan Allah'a yaxınlaşdığı kimi başqa bir əməllə yaxınlaşmayır. Fikir ver Yunus Aleyhisselama. Yunus Aleyhisselam qardaşlar öz qövmündən qaçdı, bilirsiniz o hadisəni və tullandı dənizə. Gəmidə gedəndə fırtına qopdu, ağırlıq oldu, bir nəfər tullanmalıydı və Yunus Aleyhisselam tullandı dənizə və balıq onu utdu. Balıq onu utdu. Və o zülmətlər içərisindən dua elədi Yunus Aleyhisselam öz Rəbbinə. Alimlər deyirlər ki, 3 dənə zülmət var idi. Çünki ayədə keçən zülmət yox, zülmətlər idi. 3 dənə zülmət idi. 1, gecə idi, gecənin zülməti. 2, həmin o yekə balıq onu suyun dibinə çəkmişdi. Dənizin, o suyun zülməti idi. 3-cü isə o balığın qarnının zülməti idi. Və nədə fil zulümət. O zülmətlər içində Rəbbinə dua elədi. Mələklər dedilər ki, Allah Teala, ya Rabbi, bizə tanış bir səs var. Allahu Ekber. Nə deməkdir qardaşlar bu mənası? Yunus Aleyhisselam daim Allah Teala'ya o qədər dua və zikir eləyən bir insan idi ki, onun səsi göylərdə tanış idi mələklərə. Vallahi əgər sənin də səsin göylərdə Allah Teala'ya, mələklərə tanışdısa, sənin duanın arasında, sənin Allah arasında heç bir pərdə olmayacaq, sənin duan dərhal qəbul olacaq. Çalışdıran sənin də səsin yuxarıda tanış olsun. Allah Teala mələklərə dedi ki, o mənim qulum olan Yunusdur. İndi o çətinlikdədir. Və dərhal Allah Teala onu xilas elədi. Onun duası nə idi? La ilahə illə əntə subhanək. Ya Rab, səndən başqa ibadətə haqqı olan heç bir məbud yoxdur. Subhanək. Birincisi tohidlə başladı. La ilahə illə ənt. Səndən başqa ibadətə heç bir məbud yoxdur haqqı olan. 2. Subhanək. Allahım, sən nöqsansızsan. 3-cü dedi ki, inni kuntu minəz zalimin. Həqiqətən mən nəfsimə zülm elədim, etiraf elədi günahım. Qardaşlarım, Quran-ı Kərim vallahi başdan ayağa dərsdir, məktəbdir. Dua götürmək istəyirsən, bax ki, Quran-ı Kərimə, peyğəmbərlərin duasına. Musa Aleyhisselam Fironun zülmündən qaçanda
getdi o ağacın altında oturdu. Kiçik bir dua elədi. Dedi ki, ya Rabbi səndən gələn xeyrə möhtazam. Balaca bir dua. Duan qısa amma geniş mənalı. Yəni ya Rabbi səndən başqa məni heç kim buradan qutara bilməz. Bütün xeyirlər yalnız səndəndir. Dərhal Allah Teala duasını qəbul elədi. Zəkəriyya aleyhissalam Allah'tan evlad istədi. Özünün davamçısı olmaq üçün evlad istədi, oğul evladı. Bir dənə qısa dua fikir ver Zəkəriyya aleyhissalamın duasına. Ya Rabbi, sənə dua etməklə heç vaxt bədbəxt olmamışam. Allah akbar. Sonra dedi ki, ya Rabbi, mənə bir oğlan evlad ver. Dərhal Allah Teala vəhy elədi. Ey Zəkəriyya, biz sənə adını da verdi Allah Teala. Nə istəyirsən? Peyğəmbərlərin duasına baxın qardaşlar. Ona görə Muhammed sallallahu aleyhi ve sellem sahabe rivayet ile Sa'd ibn Vakkas radıyallahu anh deyir ki, bir gün məsciddeydim. Girdim gördüm ki Osman radıyallahu anhu çəkilib məscidin bir küncünə. Yaxınlaşdım Osman radıyallahu anhuya, salam verdim. Salamımı almadı. Eşitdi və mənə baxdı, salamımı almadı. Gəldim deyir, bir neçə dəfə salam verdim, almadı. Gəldim Ömər radıyallahu anh, dedim ki, ey Ömər, mən şikayətçiyəm Osmandan. Ona salam verdim, salamımı almadı. Ömər radıyallahu anh Sa'dı da götürüb gəlir Osmanın yanına. Deyir ki, ey Osman, Sa'd sənə salam verib, niyə salamını almadın? Deyir ki, vallahi mən onun salamının xəbərim olmayıb. Deyir, necə onu? Sa'd deyir ki, ey Osman, axı mən sənə salam verdim, sən də mən baxdım. Deyir ki, ey Osman, vallahi fikirliydim. Deyir, sən nə dərəcədə, nə idisə bu dərəcədə fikirləşdirən ki, sən mənə üzbəüz baxıb, mənə fikir verməmsən. Deyir, vallahi bir dənə şeyi itirmişəm, indiyə qədər axtarıram. Deyir, nədir? Deyir ki, bir dəfə Muhammed sallallahu aleyhi ve sellem girdi məscidə. Bizə dedi ki, sizə elə bir dua öyrədəcəm ki, o zikri, o dualarınızın önündə desiniz, sonra hansı duanı eləsiniz, Allah onu sizdən qəbul edəcək. Və deyir, bu anda bir dənə bədəvi ərəb girdi məscidə. Məsciddə bir qarışıqlıq düşdü. Və unutduq deyir, Muhammed sallallahu aleyhi ve sellem bizə demədi, o hansı dua idi. İndiyə qədər deyir, axtaram ki, biz necə itirdik o anı Allah Resulundan gedib soruşmadıq. Sa'd deyir ki, ey Osman, o hadisə mənim yadımdadır. Mən səndən sonra düşdüm Muhammed sallallahu aleyhi ve sellemin arxasıyla. Ayağımı da yerə çırpırdım ki, Allah Resulü eşitsin ki, arxasıyla kimsə gəlir. Və deyir, Allah Resulü ayaq saxladı, dedi ki, ey Sa'd, sən arxamdan gələn? Dedim ki, bəli ya Resulullah, mənə. Dedi ki, nə istəyirsən? Dedim ki, ya Resulullah, sən dedin ki, nəsə öyrədəcəm sizə. Amma o bədəvi girdi, biz unutduq, sən də bizə demədin. Muhammed sallallahu aleyhi ve sellem deyir ki, o mənim qardaşım Yunus'un duasıdır. La ilahe illa ente subhanek inni kuntu minez zalimin. Hansı istəyinizin qabağında bu sözü, bu zikri desiniz, Allah Teala nə istəsiniz qəbul edəcək sizdən. Nə istəyirsən qardaşım? Bütün sən ibadətlərin, itaətlərin Allah'a yaxınlaşmaq deyil. Hamısı bütün namazın duadır. Bütün insan arzular, istəklər içində yaşamır. İnsan doğulur, nəsə istəyir. Böyümək istəyir. Böyüyür, məktəbə girmək istəyir. Məktəbə girir, elm sahibi olmaq istəyir. Sonra insan iş istəyir. Sonra insan ailə istəyir. Bəziləri görürsən, illərdir evlənə bilmir. Ancaq ora zəng, bura zəng, ora zəng, bura zəng. Unudub ünvanı. Yadından çıxıb qapı. Dur, bir gecə dur. Rəbbin, rəhman olan Rəbbin gecənin 3-də gəlir səmanın üzərinə. Və deyir ki, kim nə istəyir, desin verim, istəsin verim. Nə dua istəsiniz qəbul edin. Yatıb qorxaq oradadır. Səhər-səhər durur, zəng gelir əmisinə, əmisi oğluna, dostuna, mən evləndir və s. Ona görə qardaşlarım, əlhəmdülillah, bu dua məsələsi mühümdir. Ən birinci özü üçün Allah'tan istə, sonra bütün ehtiyacda olan qardaşları üçün dua elə. Çünki əgər sən hər hansısa bir dənə qardaşı üçün dua eləyəndə, hər hansısa bir müsəlman üçün dua eləyəndə, bir dənə də mələk təhkim olunur sənə. O mələk də, sən nə istəyirsənsə o deyir ki, sənə də Allah versin o şeyi. Ona görə qardaşları da unutma, valideynləri unutma, evladın xeyir bərəkətin, evladın xeyir əməl sahibi olmasın, xeyir əhli olmasın, unutma. Allah'tan istə. Adam var, oğlun qoyub 27 dənə məşğəliyə, amma unudub, rəhmanı unudub. Bilik vermisən, savad vermisən, amma lazım olan şeyi ona istəməmsən, Allah'tan istəməmsən ki, Allah onu iman əhliləsin, əxlaq əhliləsin. Ona görə qardaşlar, bax qısa, İstədim ki, o məsələyə toxunaq. Təbii ki, dua uzun mövzudur. Toxunsuq məsələlərə uzun olacaq.
Ona görə qısa belə toxunduğu Allah təala sizə bərəkət versin. Allahdan istəyirəm. Allah təala qardaşımızın kəsdiyi əqli qəbul etsin. Onun verdiyi iftarı Allah təala qəbul etsin. Mübarək eləsin. Allah təala balamızı da qorusun. Onu xeyir əhli eləsin. Allah təala qəbul etsin və sallallahu əleyhi və səlləm alə nəbiyyina Muhammed və alə alihi və səhbihi əcmaîn.